Değerli dostlar, hər vaxtınız xeyir olsun. Sizlərə bu günləri ideal bir mülk təqdim edəcəm. Videonun sonuna qədər izləyin, səhifəni bəyənin, takip edin. Değerli dostlarımız, hər gün sizlərə yeni ideal evlər təqdim edəcəm. Değerli izləyicilərimiz, Xırdalan şəhərində yerləşən mülkümüz 400 kvadratdır. 4 sotun içərisində inşa olunmuş 2 mərtəbə 5 otaqdan ibarət sizlərə mülk təqdim edəcəm. Tam paket kupçalıdır. Evin də, torpağın da kupçası hazır vəziyyətdə alınıb əldədir. Qiymət isə 350 min manatadır. Videoda görülən bu mülkün qiyməti 350 min manat təşkil edir. 4 sot torpaq sahəsinin üzərindədir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədə nömrə var, bir daha qeyd edəcəm. 055 291 35 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Villamızın yerləşmə yeri Masazır dairəsindən Xırdalana girişdə birinci döngədədir dəyərli dostlarımız. Bütün yaşayış obyektləri, məktəbi, bağçası, Bakı-Sumqayıt yolu tam evin yaxınlığında yerləşir. Başlayaq evin ümumi fasad və həyətyanı görkəmi ilə tanış olmağa. Geniş bir şəkildə həyətyanı sahəsi var. Padval sahəsinə sərbəst şəkildə bir neçə avtomobil həyətinə daxil etmək mümkündür. Həyət üçün besetkasına kimi yığılıb və pultla idarə olunan qapı da quraşdırılıb dəyərli dostlarımız. Domofon sistemlidir, kamera nəzarətindədir mülkümüz. Hər bir tərəfdən götsə əkmək üçün yerlərinə kimi qoyulub, tamamilə hazırdır. Yerdən bir neçə daş kürsüdədir. Həyətyanı sahənin bir neçə hissəsində kanalizasiyanın trapına kimi çəkilib tamamilə hazır bir vəziyyətdədir dəyərli izləyicilərimiz. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədəki nömrə ilə əlaqə saxlayın dəyərli dostlarımız. Hər gün sizlərə ideal bir mülk təqdim edəcəyik. İdeal bir mülk. İstər Masazır qəsəbəsi, Xırdalan şəhəri, Saray qəsəbəsi, Büzovna, Novxanı, Bakı ətrafı şəhərlərin dəyərli dostlarımız, kəndlərin hər birindən çəkiliş pulsuzdur. Qeyd edeyim, çəkilişlər pulsuzdur. Siz də mülkünüzü satmaq istəyirsinizsə, nömrə ilə əlaqə saxlayın, pulsuz çəkiliş edirik və qısa zaman ərzində mülkünüzü satırıq dəyərli dostlarımız. Gəl başlayaq, zəhmət olmasa ümumi həyətyanı sahə ilə tanış olduq. Dəyərli dostlarımız, buradan qaraj sahəsinə girişdir. Qarajda evə daxil olmaq üçün qapı sahəsi var və ehtiyat su çəninə kimi qoyulub 3 tonluq ehtiyat su çəni var. Keçək evin içi ilə də sizləri tanış edək dəyərli dostlarımız. Ümumilikdə 5 otaqlıdır. Qaraj sahəsini də saysaq 3 mərtəbə tipli sayılır dəyərli dostlarımız. 3 mərtəbə tipli. Bismillah eləyək evin içinə daxil olaq. Daxil olduqda bizi qarşılayır dəhliz vasitəsi. Solda yerləşir güzgü və sağda böyük bir şkaf sahəsi yerləşir. Yəni gələrkən artıq əşyalarını çıxart, yerləşdirdi dəyərli dostlarımız. Saxla. Dostlarımız, hər mərtəbə arası monolit betondur. İllərin tikintisidir. 5 otaqlı böyük villamız 350 min manata satışa çıxarılıb. Girişdən sağda yerləşir. Çox gözəl bir mətbəx sahəsi. Əslində mətbəx studiya buna deyirlər. Qonaq otağı tamam başqadır. Ev sahibi bildirir ki, qonaq otağının ümumi kvadratı 80 kvadratdır. Hal-hazırda mətbəx sahəsi ilə tanış oluruq. TV düşməsin, zəhmət olmasa dəyərli qardaşım. Demək, burada yerləşir mətbəx sahəsi, 3 ədəd pəncərəsi var, stili sistemli radiatordur. Bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla tutulub. Və bar sistemli bir mətbəx sahəsi yığılıb. Gözəl bir arka sistemi var, dəyərli dostlarımız. Gəl, keçək, digər sahələrlə də tanış olaq. Burada yerləşir bizim 80 kvadratlıq 5 pəncərəli qonaq otağımız. 5 ədəd pəncərə sahəsi var. Tavan sahəsi alçıban, gözəl fiqur işləmələrlə işlənib. Xırda para işləri qalıb, dəyərli dostlarımız, xırda para işləri. Tam yaşayışlı bir mülkdür, tam yaşayışlı. 350 min manata 2 mərtəbə, 4 sotun içində 400 kvadratlıq 350 min manata satışa çıxartmışıq. Bütün pəncərələrin qarşısı da dəmir barmaqlıqlarla örtülüb. Fundamentdən söz gedə bilməz. Cüt daşdan söz gedə bilməz. İllərin tikintisidir, hamısı var. Mərtəbələr arası monolit betonlandır, cüt daşdır, ideal bir tikintidir. Gedək, ən əsası isə görsənməyən, belə deyim, görsənməyən villaların sanitar qovşağı ilə sizləri tanış edəcəm. Bir dənə böyük bir yataq otağı, elə bir ki, sanitar qovşaqdır. Gəl, dəyərli qardaşım. Dəhliz vasitəsində istilik sisteminin xəttinə kimi quraşdırılıb hazır vəziyyətdədir. Burada yerləşir
sanitar qovşaq birinci mərtəbəyə məxsus. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Çox böyük bir kvadrata malik sanitar qovşağı var. 18 kvadrat olar, 15-18 kvadrat olar sanitar qovşaqdır və buradan birinci mərtəbə qaraj sahəsinə düşmək xoduna kimi quraşdırılıb hazır vəziyyətdədir. İkinci mərtəbəyə daxil oluruq. Çox möhkəm bir pilləkən sal istəyirik, dəyərli dostlarımız. İkinci mərtəbədə yerləşir 4 ədəd yataq otağı, bir sanitar qovşaq və eyvana çıxış xoduna kimi quraşdırılıb hazır vəziyyətdədir. Dəyərli dostlarımız, ikinci mərtəbəyə qalxan pilləkənin üstündə işıqlandırma üçün, havalandırma üçün pəncərə sahəsi yaradılıb və ikinci mərtəbəyə qalxan çox möhkəm bir pilləkən sahəsi var. Burada da bizi qarşılayır geniş bir şəkildə dəhliz sahəsi. Dəyərli dostlarımız, bu evə əli əstirmədən pul saymaq, yəni ideal bir təklifdir də. 4 sotda bütün məktəbə, 11 nömrəli məktəb, 3 nömrəli məktəb, lisey adı almış məktəbdir. Hər bir ətraf ərazidə iaşə obyektləri var. Mərkəzi prospekt yola da çox yaxın bir məsafədədir. İdeal bir təklif sizlərə təqdim edirəm, 350 min manatdır. Pilləkənlərdən daxil olanda solda yerləşir çox böyük bir yataq otağı. İstilik sistemi radiator vasitəsilə bütün hər mərtəbə qızdırılır, dəyərli dostlarımız. 4 ədəd yataq otağı var. Keçək bir-bir sıralama, buradan da başlayaq. Burada da ikinci yataq otağıdır və qarşı tərəfdən birbaşa Bakı-Sumqayıt yolu görsənir, dəyərli dostlarımız. Nəqliyyat vasitələri hərəkət eləyir qarşı tərəfdən. Çox yaxın bir məsafədə yerləşir, çox yaxın bir məsafədə. Burada yerləşir ikinci mərtəbəyə məxsus sanitar qovşaq, tam təchizatdır, bütün aksesuarlarına kimi quraşdırılıb. Demək, mülkümüz əşyalı olaraq satılır. Əşyalı olaraq, dəyərli dostlarımız, satılır. Ev sahibi bildirdi ki, bəzi əşyalar danışıq vasitəsilə evin içərisindən götürüləcək. Üçüncü yataq otağı. Buradan eyvana keçid etmək mümkündür. Çox böyük bir eyvan sahəsi var. Eyvandan tavan sahəyə də çıxış var. Çorlu poluna kimi vurulub. Və burada yerləşən sonuncu yataq otağımızdır. Buranın da 4 ədəd pəncərə sahəsi var. Çox böyük otaq eninə şkaf sahəsi yığılır. Dəyərli dostlarımız, çox mükəmməl bir villa təqdim etdim də sizlərə. İdeal bir şeydir. Qiymət 350 min manatdır. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Gələn videolarda sağ olun, sağlıqla qalın.